Deməli, Molla Nəsrəddini bir gün kəndə qazı təyin eləyirlər. Molla keşib oturur kürsüdə, qoyur sədri qabağına. Elə bilirlər, hər şey adi olacaq. Amma hardan bilsinlər ki, Molla gələn yerdə ədalət bir başqa cür bərpa olunur. İş 1. Şorbanın qoxusu və pulun səsi. Qazı sağ olsun, ay cəmaat, tutun bunu. Bu adamdan şikayətçiyəm. Mən sabahdan ocaq başında tər töküb şorba bişirirəm, bu insafsız isə gətirib quru çörəyi tutub qazanımın buxarına, sonra da ləzzətlə yeyib, şorbamın qoxusunu oğurlayıb, pulunu vermir. Haqqımı istəyirəm. Molla saqqalını sığallayır, üzünü tutur yazıq kasıba. Ay Molla, vallah pulum yoxdur. Acıydım. Çöreği buxara tuttum ki biraz yumşalsın. Sakit olun. Dəb, kasıb, cibində nəyim var? Çıxar bura. Titriyə-titriyə 3-4 qəpik uzadır. Molla qəpikləri alır ovucuna qoyur və aşbazın düz qulağının dibində şaqqıldadır. Get işindən ol. Ədalət bərpa olundu. Pahu, o nə deməkdir, ay Molla? Bəs mənim pulum? Ay insafsız, şorbanın qoxusunu satanın haqqı pulun elə səsidir. Sən qoxunu verdin, o da səsini eşitdi. Hesab bağlandı. Dəf ol. İş 2. Hər iki tərəf haqlıdır. Məhkəmə qızışır, əfəndim. İndi də iki qonşu bir-birini qırır. Molla, bu adam mənim divarımı uçurub, özü də bilə-bilə eləyib. Valla, sən haqlısan, qardaş. Nə danışırsan? Molla, o divar özü uçurdu. Mənim heyvanlarımın üstünü aşacaqdı. Mən özümü müdafiə eləmişəm. Ay canım, əslində baxıram ki, sən də tamamilə haqlısan. Ay arvad, pis. Nə danışırsan sən? Belə hakimlik olar, heç eyni davada 2 nəfər də haqlı olar. Ay arvad, inanarsan baxıram ki, sən də haqlısan. İş 3. İtən pul kisəsi. Məhkəmə davam edir. Qazı həzrətləri, mən elan vermişdim ki, 100 qızılımı tapanı mükafatlandıracam. Bu adam tapıb, amma mənə yalan deyir. Kisədə 110 qızıl var idi. Deməli, bu 10 qızılı artıq özü götürüb, məndən mükafat istəməyə haqqı yoxdur. Deməli, sənin kisəndə 110 qızıl var idi, elə? Bəs sən, ey həlal adam, sən nə deyirsən? Molla, mən necə tapmışamsa, elə də gətirmişəm. Saymışam, düz 100 qızıldır. Aydın məsələdir. Tacir əfəndi, ver o kisəni mənə. Sən deyirsən ki, sənin kisəndə 110 qızıl var idi. Amma bu kisədə 100 qızıl var. Deməli, bu kisə sənin deyil. Sən get öz 110 qızıllı kisəni axtar. Tapana qədər isə bu 100 qızıl qalır bu həlal adamda. Ədalət budur. Amma, Molla, amması yoxdur. Hiləgərin cəzası elə öz yalanıdır. Məhkəmə qapandı.